Dostlar salam, hər vaxtınız xeyirli olsun. Mən Məntiq müəllimi Elbrus Həşimov. Bugün sizlərlə magistratura üzrə qəbula düşmüş sual formasının izahına baxırıq. Qeyd edim ki, sual 2026-cı ilin ikinci şansına düşmüş sual formasıdır. Deməli, dərslərimizə qatılmaq üçün də müraciət edə bilərsiniz. Keçək sualın izahına. Diqqətlə baxsaq burada sağ tərəfdəki ədəd soldakından böyükdür, sağdakı ədəd soldakından böyükdür. Deməli, sağdan solu çıxa bilərik. Sağdan solu çıxacaq. 44-dən 15 çıxanda 29 və sol tərəfi biz 3-ə bölsək, soldakı ədədlər hamısı 3-ə bölünəndir. Biz 15-i 3-ə böləndə 5 edir. 29-un üstünə 5 gəlsək, həqiqətən də bu 34-ü alarıq. Qeyd edelim ki, sualın başqa yolla da həlləri ola bilər. 98-dən biz 9-u çıxırıq, 89 alırıq. Üstə gələk, 9-un 3-ə nisbəti 3 edir. Üstə gələk 3. Gördünüz, alınır 92. Burada yoxlasız alınır, burada da alınır. Deməli, burada alarıq. 20-dən biz 3 çıxmalıyıq. Daha doğrusu, hələ 20-dən 3 çıxmalıyıq. 17. Üstə gəl, sol tərəfdəki ədədin 3-ə nisbəti. Yəni, bunu 3-ə böləndə 1 edir. Ona görə üstünə 1 gəlməliyik və cavabı 18 alırıq.